Mən Şərifov Absirədin oğlu Yevroxan tanklarından adam olmuşam. Nə vaxtdan ordudasan? 3-cü illiyi, 3-cü ilə keçir. Arzu nədir? Orduya gəlibsən, hansı döyüşlərdə olubsan sən? Arzum odur ki, müharibə qutarsan, döyüşlərdə də, bax, belə, Murovda, Kəlbəcərdə, Ağdərədə, Gülüstanda, Ağdamda, Fərux dağında, Mehmanidə, Çıldıranda da olmuşam. Belə, arzum odur ki, müharibə qutarsan. Hansı silahlardan istifadə edə bilirsən? Çoxsunun TŞK-dan istifadə edilə bilən minamyotdan, avtomatdan, PK-dan, RPK-dan, Zenitkadan. Biz eşitdik ki, sən kəşfiyyatla da məşğul olsan, kəşfiyyata da gedirsən. Hansı kəşfiyyat əməliyyatlarında iştirak edirsən? Kəlbəcər kəşfiyyatında, 2 dəfə Kəlbəcər kəşfiyyatında Qamışlıya getmişik, gəlmişik. O elə artilleriya vaydı